Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Gözün aydın olsun, Azərbaycan. 2020-ci il 27 sentyabrda Cənab Ali Başkomandanın əmri ilə tariximiz təzələndi. 30 ildə azad edilməyən torpaqlarımız 44 gündə azadlığına qovuşdu və o tarix qan yaddaşımıza qızıl hərflərlə yazıldı. Şəhid olan oğullarımızın sayəsində anaların fəryadı, körpələrin ata yolu gözləməsi qəlbimizi paramparça etdi. Lakin millətdə bir qürur, bir əzəmət, bir vüqar vardı. Sanki bizi heç kəs yıxa bilməz, biz bir ölər mindirilərik deyib, düşmənin gözünə daha da dik baxan, dağ vüqarlı, sınmayan bir baxışlar vardı şəhid ailələrinin gözlərində. Xalqımızın da bir yumruq kimi dövlətimizin yanında olması bizim qisas duyğumuzu, mübarizə əzmimizi qırılmaz zəncir kimi möhkəm edirdi. Lakin bir gözümüz ağlayır, bir gözümüz gülürdü. Bir tərəfdən canımızın yarısını itirmişik, digər tərəfdən vətəni qazanmışıq. Oğullarımız döyüşə atılanda qələbə ilə dönəcəyik deyib, düşmənin köksünə dağ basdılar və qələbə ilə qayıtdılar, amma fərqli bir formada. Öz adlarına layiq bir şəkildə kişi kimi qayıtdılar. Müqəddəs, üçrəngli bayrağımıza bürünərək qeyrətli vətən övladlarının çiynində qayıtdılar. Özləri ilə bizə qocaman dünyamız boyda qürur, gizli iç dünyamız boyda bir qəm-qüssə gətirdilər. Amma ömür boyu fəxrlə deyəcəyimiz əl çatmaz bir ad, böyük bir şərəf, müqəddəs bir neymət hədiyyə etdilər bizə. Vətənin dar günündə ona sahib çıxan şəhidlərimizin artıq bu vətən boyda da bir ailəsi var. Bu vətən üçün şirin canından keçmək, özünü bu yolda fəda etmək və hər kəsin ailə üzvü olmağı bacarmaqdır şəhid olmaq. Dəyanətli ol, qürurla dur şəhid anası, şəhid övladı, şəhid xanımı. Bu vətən, bu torpaq, farizlərin, poladların, mübarizlərin eyni zamanda vətənimizin hər qarış torpağı üçün gözünü belə qırpmadan, canından, qanından, ailəsindən keçən, öncə vətən deyib silaha sarılan igid oğulların çiyinlərində bərqərardır. Belə mərd, belə qeyrətli oğulları olan vətən basılmaz.